Əgər yeni şəhərlər kəşf etməyi sevirsənsə və ya dünyanın ən populyar səyahət trendlərini izləyirsənsə, bu siyahı növbəti səfərin üçün sənə ilham verə bilər. Elə şəhərlər var ki, mədəniyyəti, infrastrukturu, təhlükəsizliyi və turistlərə verdiyi ümumi təcrübə ilə digərlərindən fərqlənir. Hər il olduğu kimi bu ildə dünyanın aparıcı araşdırma şirkətlərindən biri olan Euromonitor International dünyanın ən yaxşı 100 şəhəri adlı hesabatını açıqlayıb. Bu siyahı sadəcə gözəl mənzərələrə və populyarlığa əsaslanmır. 2025-ci il siyahısında şəhərlər davamlı inkişaf, turist məmnuniyyəti, sağlamlıq, təhlükəsizlik və iqtisadi güc kimi meyarlarla qiymətləndirilib. İlk 10-luqda yer alan şəhərlər isə göstərir ki, müasir turizmdə uğur qazanmaq üçün təkcə gözəllik yox, ağıllı idarə etmə və yenilik də vacibdir. Bu videoda 2025-ci ilin ən cəlbedici şəhərləri ilə tanış oluruq. Paris artıq 5-ci ildir ki, dünyanın ən yaxşı şəhərləri siyahısında birinci yeri qoruyur. Buna səbəb güclü turizm siyasəti, davamlı inkişaf sayəsində atılan addımlar və yüksək səviyyəli infrastrukturdur. 2024-cü il Olimpiya oyunları zamanı milyonlarla turistin problemsiz qarşılanması Parisin dünya miqyasında nüfuzunu bir daha möhkəmləndirdi. Şəhər böyük insan axınını uğurla idarə edə bildiyini sübut etdi. Paris son illərdə piyadalar üçün nəzərdə tutulan zonaları genişləndirib, daha təmiz və daha səmərəli ictimai nəqliyyata ciddi sərmayə qoyub. Le Marais və Saint-Germain kimi məhəllələr isə hələ də yemək, mədəniyyəti, moda və incəsənət baxımından şəhərin simvolu sayılır. İspaniyanın paytaxtı Madrid bu siyahıda ikinci yerdə qərarlaşıb. Bu da göstərir ki, ölkənin bəzi bölgələrində turist sıxlığı problemləri yaşansa da, Madrid öz cazibəsini qoruyub saxlaya bilir. Şəhər tarixi, ab-havanı zəngin mətbəx mədəniyyəti və il boyu günəşli havası ilə birləşdirir. Madridə gələnlər həm köhnə şəhər ruhunu hiss edir, həm də müasir şəhər həyatından zövq alırlar. Məşhur incəsənət üçbucağı, Prado, Reina Sofia və Thyssen muzeyləri Avropanın ən zəngin mədəniyyət bölgələrindən biri hesab olunur. Madrid, Rio isə şəhərin mərkəzində yerləşən geniş park ilə insanlara istirahət və təbiətlə iç-içə vaxt keçirmək imkanı yaradır. Üçüncü yerdə isə Yaponiyanın paytaxtı Tokyo şəhəri qərarlaşıb. Şəhərin güclü turizm infrastrukturu və dünya ilə geniş nəqliyyat əlaqələri onun bu mövqeyə yüksəlməsində əsas rol oynayıb. Narita Beynəlxalq Hava Limanında aparılan genişləndirmə işləri də şəhərin əlçatanlığını daha da artırıb. Tokyo ənənə ilə müasir texnologiyanı mükəmməl şəkildə bir araya gətirir. Məhz bu balans hər il milyonlarla turistin şəhərə axın etməsinə səbəb olur. Shibuya, Harajuku və Daikanyama kimi məhəllələr dünya moda və dizayn trendlərinə təsir göstərir. Şəhərin son dərəcə səmərəli ictimai nəqliyyat sistemi isə məbədlər, bazarlar və neon işıqlarla bəzənmiş küçələr arasında rahat hərəkət etməyə imkan verir. Roma illər keçsə də turistlərin ən sevdiyi şəhərlərdən biri olaraq qalır. Şəhər açıq hava muzeyini xatırladan görünüşü, qədim abidələri və zəngin mətbəx mədəniyyəti ilə seçilir. Arxeoloji bərpa işlərinə davamlı şəkildə sərmayə qoyulması Romada tarixə aid yeni detalların üzə çıxmasına imkan yaradır və ziyarətçilər hər səfərdə fərqli bir hekayə ilə qarşılaşırlar. Trastevere kimi məşhur bölgələr dar küçələri, ənənəvi restoranları, meydanları və canlı gecə həyatı ilə turistləri özünə cəlb edir. Son illərdə aparılan irs qoruma layihələri nəticəsində isə bir çox bərpa olunmuş tarixi məkan artıq ictimaiyyətə açılıb. Milan güclü iqtisadi göstəriciləri, zəngin mədəni həyatı və dünyanın moda paytaxtlarından biri olması sayəsində ilk beşlikdə yer alıb. Milan Moda Həftəsi kimi böyük tədbirlər şəhərin beynəlxalq arenadakı mövqeyini daim güclü saxlayır. Fondazione Prada və Duomo kilsəsinin terrası kimi məşhur məkanlar mədəniyyət sevənlərin xüsusi maraq göstərdiyi yerlər arasındadır. Milanın sürətlə inkişaf edən mətbəx dünyası isə restoranlardan tutmuş müasir və zövqlü kafelərə qədər geniş seçim təqdim edir.
New York hələ də dünya miqyasında mədəni və yaradıcı mərkəz kimi öz cazibəsini saxlayır. Şəhər teatr sevərlərin, muzey həvəskarlarının və yemək tutqunlarının diqqətini cəlb edir. Broadway şoularına maraq artmaqda davam edir və yeni tamaşalarla zəngin proqram bunu daha da möhkəmləndirir. Hudson River Park, Brooklyn Bridge Park və Mərkəzi Park şəhərin mərkəzində gözəl açıq məkanlar və istirahət üçün ideal yerlər təqdim edir. Amsterdam davamlı inkişaf yönümlü siyasəti sayəsində turistlər üçün daha da cəlbedici olub. Şəhərin səmərəli nəqliyyat sistemi, kanalları və velosiped mədəniyyəti onu Avropanın fərqli şəhərlərindən biri kimi önə çıxarır. Genişləndirilmiş yalnız velosipedlər üçün nəzərdə tutulan zonalar və piyadalar üçün rahat küçələr turist təcrübəsini daha da yaxşılaşdırır. Barselona özünə məxsus memarlığı, canlı mədəni həyatı və Aralıq dənizi cazibəsi ilə hələ də dünyanın hər yerindən gələn turistləri cəlb edir. Şəhər Avropanın ən rəngarəng sahil şəhərlərindən biri olaraq qalır. Sagrada Familia və Park Güell kimi Gaudi abidələri beynəlxalq ziyarətçilərin getməli olduğu yerlər siyahısında ön sıradadır. Şəhərin çimərlikləri və tapas mətbəxi isə şəhər və dəniz təcrübəsini birləşdirən mükəmməl bir səyahət təqdim edir. Asiyanın incisi Sinqapur öz təmizliyi, təhlükəsizliyi, innovativliyi və dünya səviyyəli hava limanları ilə siyahıda 9-cu yerdə qərarlaşıb. Şəhərin ağıllı planlaması turistlər üçün hər yeri rahat kəşf etməyə imkan verir. Changi hava limanı və Marina Bay Sands hələ də qlobal turizm simvolları hesab olunur. Gardens by the Bay və Southern Ridge kimi yaşıl məkanlar isə Sinqapurun təbiət əsaslı şəhər planlamasına verdiyi önəmi göstərir. Cənubi Koreyanın paytaxtı Seul isə onluğun sonuncu şəhəri olaraq qərarlaşıb. Şəhər Koreya mədəniyyətinin təsiri, cəsarətli memarlığı və tarixi abidələri ilə həm müasir, həm də dərin ənənələrə sahib olduğunu göstərir.